Moskva Şəhər Duması miqrantlar üçün patentlərin qiymətini 10.000 rublə qaldırır. Belə ki, Moskva Şəhər Dumasının deputatları noyabrın əvvəlində keçirilən iclasda xarici vətəndaşlar üçün patentlərin qiymətinin artırılmasını dəstəkləyiblər. Regional əmsalın dəyişdirilməsi nəzərə alınmaqla patentin qiyməti ayda 10.000 rublə yüksələcək. Regional əmsal hər il yenidən qiymətləndirilir ki, patent üçün ödəniş şəhərdə orta əmək haqqının dəyişməsini əks etdirsin, deyə paytaxtın İqtisadi Siyasət və İnkişaf Departamentindən bildiriblər. Departamentdən qeyd edirlər ki, patentin qiymətinin artırılması miqrantlar üçün vergi yükünü Rusiya vətəndaşları ilə bərabərləşdirməyə imkan verəcək. Patent qiyməti baza dərəcəsi, federal deflator əmsalı və regional əmsalın hasilinə əsasən hesablanır. Hesablama zamanı hakimiyyət miqrant işçi qüvvəsinin ən çox istifadə olunduğu sahələrdə orta əmək haqqını, patentin miqrasiya mərkəzindən alınmasının xərclərini və 2025-ci il yanvar ayından tətbiq edilən dövlət rüsumunu nəzərə alır. Departamentdən bildiriblər. Stat: Buna görə də biz bütün faktorları nəzərə alırıq və belə bir qiymətə gəlirik. Bu, Moskva vilayətində mövcud olan patent qiymətinə uyğundur. Buna görə də hesab edirik ki, qiymət kifayət qədər balanslıdır. Statın sonu. Xatırladaq ki, 2025-ci ilin sentyabr ayından etibarən Rusiya Federasiyasında xarici vətəndaşlar üçün yeni rüsumlar və ödənişlər tətbiq edilib. Belə ki, qeydiyyata düşmək üçün 500 rubl, müvəqqəti qalma müddətinin uzadılması üçün 1000 rubl, patentin verilməsi və ya yenidən rəsmiləşdirilməsi, habelə iş icazəsinin uzadılması üçün 4200 rubl, eyni zamanda dublikatın verilməsi və ya icazədə dəyişiklik edilməsi üçün 2200 rubl ödəmək lazım olacaq. Ekspertlər bildirirlər ki, Moskva şəhərində patentlərin qiymətinin ayda 10.000 rublə yüksəlməsi xüsusilə paytaxtda işləyən azərbaycanlılara da ciddi təsir göstərə bilər. Onların çoxu miqrant əməyinin ən çox tələb olunduğu sahələrdə, məsələn, tikinti, xidmət sektoru və ticarət sahələrində çalışır. Patent qiymətinin artması avtomatik olaraq qanuni iş üçün aylıq xərcləri yüksəldir ki, bu da ailə büdcəsinə və gəlirlərə təsir göstərə bilər. Digər tərəfdən, hakimiyyət artımı miqrantlar və yerli Rusiya vətəndaşları arasında vergi yükünü bərabərləşdirməklə, həmçinin miqrantların işlədiyi sahələrdə orta əmək haqqını nəzərə almaqla izah edir. Bu, iş şəffaflığını təşviq edə və kölgə iqtisadiyyatı riskini azalda bilər. Bütün hallarda 2025-ci ilin sentyabrından etibarən tətbiq edilən yeni rüsumlar və ödənişləri də nəzərə almaq vacibdir. Qeydiyyat, müvəqqəti qalma müddətinin uzadılması, patentin verilməsi və ya uzadılması, dublikatlar və ya icazə dəyişiklikləri. Bütün bunlar miqrantların, o cümlədən Azərbaycanlıların maliyyə yükünü artırır və büdcənin daha diqqətli planlaşdırılmasına, bəlkə də iş şəraitlərinin yenidən nəzərdən keçirilməsini tələb edir. Ümumilikdə bu qərar qanuni iş dəyərini artırır, lakin rəsmi məşğulluğu möhkəmləndirir və xarici işçilərin hüquqlarını qorumağa xidmət edir.